Salam, hər vaxt sizə olsun, dəyərli izləyicilərimiz. Bugün avqust ayının 27-sidir və bugün biz təbii ki, ilk öncə qızıldan başlayarıq. Qızıl nə etdi dünən? Yəni, bəlli məsələ idi ki, dünən bizdə ofisdə yerli saatla saat 6-dan sonra bizim tələbələr, real hesabları idarə edən tələbələr gəlmişdi və biz onların yanında, hətta onlar da köməkçi oldular. Biz qızıla alış əməliyyatlarını verdik. Yəni, bir neçə alış əməliyyatlarımız var idi və bugün səhər saatlarında qızıl sürətlə yuxarı doğru istiqamətlə davam etdirdi və 4642-lərə qədər yüksəldi. Və bu halda biz bütün əməliyyatlarımızı gəlirlə bağladıq. Yəni, bugün səhər saatlarında bağladığımız əməliyyatlar bunlardır. Yəni, ümumi olaraq, yəni, biz dünən də real hesablara baxaq. Yəni, burada dünən 20-yə yaxın tələbə vardı burada, trader vardı burada və real hesabları idarə edən traderlər vardı və biz, yəni, eyni zamanda bizim bu real hesabda əməliyyatları açmaq üçün onlara da verdik ki, onlar da əməliyyat açdılar bizim real hesablarımızda. Və son olaraq dünəndən, yəni bugünə açdığımız əməliyyatlar bütün qızıl və gümüşdə. Yəni, lotlar böyük deyil. Yəni, lotlar 0.31-dir. 0.31 ilə biz bazara girmişik və gəlirlərimiz də, yəni gördüyünüz kimi bunlardır. Dünən canlı yayımda biz əməliyyatları paylaşdıq və təbii ki, qiymətin qalxmasını gözləyirdik. Bugün səhər saatlarında bu baş verdi. Yəni, nəticə olaraq bizdə, yəni gəlir gördüyünüz kimi. Budur, təbii ki, real hesablarda biz ticarət edirik və burada iştirak edənlər də bizə dəstək olub və eyni zamanda bizim real hesabdan istifadə edib, onlar da öz fikirlərini dəyər verərək, yəni biz daha onlar rahat olsunlar deyə biz şərait yaradırıq ki, onlar bizim real hesabımızda əməliyyat açsınlar. Belə, bugün nələr baş verəcək? Yəni, gördüyünüz kimi, qızıl səhər saatlarında qeplə açıldı və hal-hazırda qepi bağlamaq istəyir. Demək olar ki, qepi bağladı. Yəni, qepi bağlayandan sonra qepdən aşağı formalaşarsa, biz satış əməliyyatlarına yenidən girə bilərik. Hal-hazırda deyək ki, 3 dəqiqədən sonra növbəti şam yaransa, haradasa, yəni 45-90'lardan sonra yenidən bir 10 dollara bir enişlə nəticələnə bilər. Amma alışlar haradan gələcək? Yəni, alışlarımız rahat bir şəkildə 4608-lərdən biz ilkin olaraq 4618-lərə qədər girə bilərik. Və gümüşə gəldidə isə, gümüşdə də biz trayektoriyanı çəkib sizə göstərə bilərik. Yəni, trayektoriya budur, alış əməliyyatlarımız demək 69-100-lərdən, satışlar isə 67-lərdən olacaq.